Hörmətli tamaşaçılar, əziz adamlar, mən bloger Orxan Şirinli, Show TV ekranında Ağdam Futbol Klubunun Füzuli Futbol Klubu ilə qarşılaşmasını sizə canlı olaraq məhz Show TV ekranlarından təqdim edəcəm. Bugünkü şərtiniz mən Orxan Şirinli, baş hakim oyunun start fitini səsləndirdi və oyuna ilk olaraq Ağdam Klubu başladı. Hər iki komandaya uğurlar diləyirik. Bəli, komandamız top oyuna daxil etdi. 4 nömrə Sadiq Zeynalov topu itirdi. Samir Əzimov, Tahir Bayramov. Samir Əzimov mübarizəsini davam elətdirir. Ağdam Futbol Klubunun futbolçu topu oyundan çıxardı. Orada bir təhlükəli vəziyyət yaranmışdı. Bəli, Bərdə Futbol Klubunun hücumu davam edir, amma müdafiəçilərimiz zərərsizləşdirdi. Bəli, indi hücumumuz davam edir. Ağdam Futbol Klubunun hücumu davam edir. İç qapıya doğru zərbə. Çox təhlükəli alınmışdı. Çox təhlükəli alınmışdı. İndi Sadiq Zeynalov, Kamran, Şünasib, Sərvan Yamənli, Kamran, Sadiq Zeynalov ötürdü, amma indi 8 nömrəli oyuncumuz Sərvan Yamənli. İləliyə doğru gözəl bir pas. Mübarizə davam etməlidir. İlk gol gəlməlidir. 90 nömrə. Hakim dedi ki, orada ələ dəyib. Füzuli komandası irəliyə doğru pas. Tahir Bayramov. Keçən səfər də demişdim, Tahir Bayramov Ağdam Futbol Klubunun ən əzimkar, ən kəsərli oyuncularından biridir. Hal-hazırda o öz ampulasındadır. Yenə də məhz qapını toxunulmaz saxlamaq üçün əlindən gələni edir. Faiq gözləyəcək ki, top çıxsın, amma top çıxmadı. Və burada Füzuli komandasının oyuncusu biraz da qaydalara uyğun oynamadı. Sadiq Zeynalov, Sərvan Yamənli ötürdü. Gözəl bir pas, 99 nömrə. Kamran Tağıyev mübarizəsini davam elətdirdi və indi Ağdam topu ona daxil etdi. Sadiq Zeynalov. Sadiq Zeynalovdan gözəl bir pas irəliyə doğru. İndi Füzuli komandasının hücumu nə ilə nəticələnəcək? Burada 4 nömrəli oyuncu Şünasib Edilli müdaxilə elədi. İmkan vermədi irəliyə doğru şığısınlar məhz Füzuli futbolçuları. İndi Tahir Bayramov. Tahir Bayramovun atdığı topu Füzuli komandasının futbolçusu zərərsizləşdirdi. İrəliyə doğru bir pas, amma qapçımız Hilal İmranlı yerindədir. Keçən səfər də Hilal İmranlı yoldaşlıq oyununda gözəl təsir bağışlamışdı. İndi də hələ ki onun hər hansı bir qüsuru yoxdur. Qapını tam toxunulmaz saxlayır. İndi Şünasib 4 nömrəli Şünasib Edilli topu oyuna daxil edəcək. Hal-hazırda stadionda çox sayılı azarkeşlər Ağdam Futbol Klubunu qələbəyə səsləyir. Həqiqətən də çox azarkeş gəlib bugün. 1000-dən yuxarı azarkeş məhz Ağdam Füzuli oyununu izləyir. İndi Şünasib Edilli topu oyuna daxil edəcək. İrəliyə doğru atdı. 23 nömrəli Fərid Mahmudova. İndi Fərid Mahmudov. Gözəl bir pas ötürdü Fərid Mahmudov. Haydi qələbə, qələbə, vur qopu. Gol! Gol! Gol, 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 gol! Gol!
Kulubu ilk topu kapıdan getirdi. 1-0 Ağdam Futbol Klubu irəldədir. Haydi azarkeşlər, alqışlarınız. Bəli, irəli. Hələ bu başlanğıçdır. Qollarımızın hələ sayı çox olacaq. Hücumumuz davam edir. Sadiq Zeynalov altdan topu oyuna daxil etdi. İndi cərmə meydançasında bir təhlükəli vəziyyət yarana bilərdi. Sadiq Zeynalov qaldırmalıydı, orada elə də etdi, amma indi küsdən zərbə qazandırdı məhz Ağdam Futbol Klubuna. Həqiqətən də çox inamlı təsir bağışladı Sadiq Zeynalov. Mən keçən səfər yoldaşlıq oyunda da deyirdim ki, məhz Sadiq Zeynalovun xidmətləri çox böyük olacaq. Əsas oyunda məhz E qrupunun Füzuli ilə qarşılaşmasında doğrudan da onun hal-hazırda qatqıları çox böyükdür. Ağdam klubuna indi ötürməsini etdi. İkinci gol gələ bilərdi. Hücum davam edir. Altdan futbolçularımız topu oyuna daxil edəcək. Nurlan Quliyev hal-hazırda öz komandasından razı kimi görünür. Çünki 1-0 irəlidəyik. Oradan da bu bizim gözlədiyimiz nəticə idi. İndi qapıya doğru zərbə. Top qapının sağ cinahından yan keçdi. Bilirlər amma topu itirdilər. Sadiq Zeynalov. Gözəl hərəkətlər Sadiq Zeynalovdan. Hələ də topu özündə saxlayır. Həlasan Sadiq Zeynalov. Bax, belə hərəkətlərlə məhz rəqib komandanın futbolçularını biraz həyəcanlandırma olar. Onlar da bizim komandanın gücünü görməlidirlər, hiss etməlidirlər. Hörmətli tamaşaçılar, onu da nəzərinizə çatdırım ki, ikinci oyun 25 ya 26 aprel tarixlərində olacaq və yenə də Quzanlı stadionunda, məhz Olimpiya İdman Kompleksinin stadionunda başlayacaq. Hər birinizi həmin oyuna da gözləyirik. Hörmətli azarkeşlər, bugün necə öz komandanıza dəstək oldunuzsa, həmin oyunda da məhz komandamıza maksimum dəstək göstərmək lazımdır. İnşallah ki, Füzuli ilə oyunda ilk 3 xalımızı qazanacağıq. Niyə Ağcabədi ilə oyunda da olmasın? Ağcabədi komandasını da bu meydanda udmaq lazımdır və ilk 6 xalımızı qazanmaq doğrudan da komandamıza əlavə bir güc verəcək ki, onların səfər oyununda məhz rahat şəkildə oynaması üçün bu çox lazımdır. İndi Füzuli komandası hücuma keçmək istəyir. Amma Hilal İmranlı yerindədir. Tahir Bayramov topu oyuna daxil edəcək. Ağdam Futbol Klubunun ən güclü müdafiəçilərindən biridir Tahir Bayramov. İndi Sərvan Yamənli topu qarşıladı, amma itirdi. Füzuli komandası pasını ötürdü. Yenə bir qüvvətli zərbə, amma top qapının üstündən keçdi. Qarşıladı topu. İndi pasını ötürməlidir, elə də etdi. Sadiq Zeynalov, haydi ikinci gol. Haydi Sadiq. Füzuli komandasının müdafiəçiləri zərərsizləşdirdi Sadiqi. Onlar da çox yaxşı başa düşüblər ki, Sadiq çox güclüdür və onu ram etmək birazca çətindir. İndi elə Sadiq özü topu oyuna daxil edəcək. Sağ cinahdan topu oyuna daxil edəcək Sadiq Zeynalov. İndi Tahir Bayramov da gəlib. Cərmə meydançasına daxil oldu. Haydi Tahir!
Fərid Mahmudov yoxla qapını, amma imkan vermədi. Füzulinin yarım müdafiəçisi. Haydi, gözəl pas. Əlinə dəymişdi orada. Əlinə dəymişdi, amma əl belinə bükülmüş vəziyyətdə olduğu üçün penal vermədi bu oyunun baş hakimi. Tahir nədənsə Hilala heç imkan vermir ki, topu oyuna. Hilal da başlasın. Sanki bizim qapçımız istirahət edir. Həqiqətən də Tahir də ona şərait yaradır ki, Hilal İmranlı istirahət etsin. Bəli, Tahir Bayramov topu oyuna daxil etdi. İndi 4 nömrəli oyuncumuz topu oyuna daxil edəcək. Şinasib. Kim ötürəcək Şinasib? Fərid Mahmudov yerindədir. Sərvan Yamənli də yanındadır. O Sadiqi seçdi. Sadiq pas ötürdü Sərvana. Sərvan ötürməsini etdi, amma orada topu Füzuli futbolçuları qarşıladı. İndi biraz təhlükəli vəziyyət yarana bilərdi. İndi Şinasib 7 nömrəli futbolçunu ayağa qaldırdı. Əsl futbolçu həmrəyliyi desək yanılmarıq. İndi cərmə zərbəsini Füzuli komandasının futbolçusu yerinə yetirəcək. Biraz da təhlükəli zonaya ata bilər topu, hardasa təhlükəli vəziyyət yarana bilər. 10 nömrəli oyuncu topu oyuna daxil etdi. Orada Füzuli komandasının futbolçusu indi öz həmkarından da üzr istədi. Biraz həqiqətən də belə qeyri-dəqiq baş zərbəsi indirdi topa. Nəticəsiz alındı. İndi Tahir Bayramov yenə də Hilala istirahət verib. Oradan da Hilal İmranlı qapçımız hələ ki istirahət edir. Çünki hələ bir dənə də təhlükəli vəziyyət elə də yaranmayıb bizim qapımız qarşısında. Şinasib topu oyuna daxil edəcək. Görək kimi ötürəcək? Sərvana mı ötürəcək? Fəridə mi ötürəcək? Yoxsa Sadiq Zeynalova mı? Yox, Fəridlə davam etdi. Qapıya doğru zərbə! Vay 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 vay! Azarkeşlərin də alqışına səbəb oldu. Hörmətli tamaşaçılar, görürsünüz. Çox sayılı azarkeş qrupu məhz oyunumuzu izləyir. Hal-hazırda stadionun hər iki istiqamətində də çox sayılı azarkeşlər, mindən yuxarı azarkeş hal-hazırda Ağdam Futbol Klubu və Füzuli komandasının oyununu izləyir. Şamil, Sadiq Zeynalov topu buraxdı. Sərvan qarşıladı. Fərid. Haydi Fərid. Gözəl pasınla. Bəli. Haydi. Offside qərarı verdi baş hakim. Oyunun yan xətt hakimi offside bayrağını qaldırmışdı. Belə də lazım idi. Biraz da təhlükəli vəziyyət yaranmışdı orada. İndi outdan topu oyuna Füzuli komandası daxil etdi. 10 nömrəli oyuncunun hücumu davam edir. Görək nə ilə nəticələnəcək. Birazca təhlükəli oyuncudur 10 nömrəli. Oyuncu Füzuli komandasının ifasında hal-hazırda ən yaşlılardan biridir. Sadiq Zeynalov irəliyə doğru pas ötürdü. Orada asayt yox idi. Əgər top 90 nömrəli oyuncumuz Fərid Məmmədova getsəydi, çox təhlükəli anlar yaşaya bilərdik. İndi oyun davam edir, heç nə yoxdur. Qalx ayağa. Faiq. Faiqdən Fəridə, Fəriddən Sərvana. Sərvandan Sadiqə, Sadiqdən Kamrana. Şamil. Şamil kimlə oynadı? 99 nömrəli oyuncu Kamran Tağıyev. Bəli, cərmə zərbəsi. 90 nömrəli oyuncumuz Fərid Məmmədova qarşı kobud oynadı. Füzuli komandasının futbolçusu indi baş hakim cərmə zərbəsi təyin etdi. Birazca kritikni zonadır. Birbaşa qapıya da ata bilərlər.
Topun arkasında kimdir? Sadiq. Bəli, Sadiqin bu istiqamətdən güclü zərbələri var. Ola bilər ki, son dərəcə təhlükəli alınlar. İndi görək nə ilə nəticələnəcək. Hal-hazırda 90 nömrəli oyuncu Fərid ilə məsləhətləşmələr aparır Sadiq. Görək hansı vuracaq. Fərid. Fəriddən gözəl. Çox gözəl qapıya doğru bir zərbə yetirdi. Fərid. Fərid Məmmədov eşq olsun. İnanın, çox gözəl bir zərbə alınmışdı. Amma Füzuli komandasının qapıçısı, qalkiperi çox yaxşı davrandı. Həqiqətən də alqışa layiq bir seyv idi. Çıxartdı topu qapıdan. İndi künc zərbəsini Sadiq Zeynalov yerinə yetirəcək. Yoldaşlıq oyununda yadınızdadırsa sonda qapıdan baş zərbəsi ilə qolu bulmuşduq. İndi yenə də həmən nəticə ola bilərdi, amma bu səfər alınmadı. İndi Faiq yerindədir. İrəliyə doğru 18 nömrəli oyuncu. Birazca çaşqınlıq yaşandı orada. Eşq olsun Tahir Bayramov, yerindəydi Tahir. Fərid Mahmudovdan Sadiqə ötürmə, amma Füzuli komandasının futbolçusu topu ram etməyi bacardı və onların hücumu başlayır artıq. Nə ilə nəticələnəcək? Hücumları davam edir. 7 nömrəli oyuncu indi qapıya doğru zərbə. Amma top qapının sağ cinahından yan keçdi. Hilal yenə də istirahətini davam elətdirir. Həqiqətən də Hilalın hələ məhz hal-hazırda yarım saat vaxt keçib. Hilal hələ də elə də güclü bir müqavimətlə qarşılaşmayıb həqiqətən də. İndi Fərid Məmmədov sol cinahdan oyunu davam elətdirir. 4 nömrə. İndi Hilal yerindədir. Bəli. Hilal. Qapçımız Hilal İmranlı dərhal qabağa ötürdü. Hilal İmranlı 99 nömrəli. Haydi. Fərid, haydi Fərid. Penal. Penal. Bəli. Tutup saxlamışdı. Tutup saxlamışdı. Orada hökmən penal verilməliydi. Verilməliydi o penal. Bəli, elə də olur. Çünki bizim ən real hücumumuzun qarşısını məhz futbolçumuzun paltarını çəkərək zərərsizləşdirdi. Füzuli komandasının oyuncusu indi hakim ilk baxışdan normal yanaşdı, amma yan xət hakimi penal olduğunu bildirdi. İndi görək nə olacaq. Bəli, penaldır bu. Penaldır bu. Haydi azarkeşlər. İkinci qola çox yaxınıq. Kim vuracaq? Sadiq Zeynalov vuracaq. Haydi. 10 nömrə Sadiq Zeynalov. İkinci qola çox yaxınıq. Haydi. Gol! İkinci gol! Əhsən sənə Sadiq! Əhsən sənə Sadiq! İkinci golu qapıdan keçirdik. 2-0 Füzuli komandası 2-0 məğlub duruma düşdü. Eşq olsun Ağdam Futbol Klubuna. Hilal İmranlı yerindədir.
İleriye doğru zərbə Hilal İmranlı'dan. Hesab 2-1 oldu. Cərmə zərbəsini Füzuli komandasının 10 nömrəli oyuncusu çox səlis yerinə yetirdi. Və Hilal İmranlı artıq istirahəti yekunlaşdırmalıdır. Hilala göz dəydi. Heç gözləmirdi Hilal. Olsun hələ qarşıda. Hələ qarşıda dəqiqələr çoxdur. Hesab 2-1'dir. Hörmətli azarkeşlər, Füzuli komandası hesabı 2-1 etməyi bacardı. İndi Şunasib, Sadiq Zeynalov, Fərid, Sərvan Yaməlli. Bu nə cür bir ötürmə. Samir Əzimov. Hilal yerindədir. Təşəkkürlər Hilal. Alqışlar Hilala gəlsin. Oyun davam edir. Fərid, Fəriddən möhtəşəm. Halal olsun Fərid. O qədər Füzuli komandasının futbolcuları arasında o cür hərəkətlər həqiqətən də təqdirə layiq idi. Topu itirmədən də qarşıya ötürmüşdü. Sadiq Zeynalovdan Fəridə gözəl pas. Haydi Fərid. İndi futbolcularımız arasında toqquşma oldu. Samir Əzimov və qalkiper Hilal İmranlı toqquşdu orada. İndi oyunda fasilə yarandı. Həkimlərin meydana gəlməsini istədi baş hakim. Hörmətli tamaşaçılar, oyunumuz davam edir. İndi Samir Əzimova müdaxilə oyun daxilində yox, oyun xaricində aparılır. Hilal İmranlı çox çətin vəziyyətə düşdü. Çünki rəqib komandanın zərbəsi çox güclü idi. Qapı tirinə dəyən top oyundan çıxdı, amma yaxşı qutardıq, necə deyərlər. Hesab hələ ki 2-1'dir. Birinci hissə davam edir. Bəli, oyunun baş hakimi birinci hissənin başa çatdığını bildirdi. İkinci hissədə görüşənədək hörmətli izləyicilər, birazdan yenidən yayımız davam edəcək. Hörmətli azarkeşlər, mən bloger Orxan Şirinli. İkinci hissədən sizi salamlayıram. Ağdam Futbol Klubu Füzuli komandası ilə qarşılaşır. E qrupunun ilk rəsmi maçı məhz Quzanlı stadionunda keçirilir. İndi baş hakim oyunun start bitini səsləndirəcək. Beləliklə ikinci hissə rəsmən artıq başladı. Füzuli komandası topu oyuna daxil etdi. Görək ikinci hissədə bizi nələr gözləyir. Birinci hissə doğrudan da çox belə maraqlı keçdi. Necə deyərlər, 2-1 hesabı ilə hal-hazırda Ağdam klubu öz qalibiyyətini davam elətdirir. Görək
İkinci hissədə bizləri nələr gözləyəcək? Tahir Bayramov topu oyuna daxil etdi. İndi Füzuli komandasının futbolçusu topu qarşıladı. Onların hücumu başlayacaq mı? Yox. Bəli. Haydi. İkinci gol. Ağdam Futbol Klubunun heyətində dəyişiklik olub. Vüsal Zeynalov 17 nömrəli oyunçumuz Vüsal Zeynalov hal-hazırda meydandadır. İndi məlumat mənə gəldi. Səhv etmirəmsə, zədələnən oyunçunun əvəzinə meydana daxil olub Vüsal Zeynalov. İndi cərmə zərbəsini yerinə yetirdi. Füzuli komandasının futbolçusu cərmə zərbəsini yerinə yetirdi. Amma Hilal İmranlı yerində idi. İndi oyun davam edir. Faiq Mahmudov topu ötürdü. İndi Sərvan Yamənli. Hava aldı Sərvan. Fərid. Sadiq Zeynalov. Vüsal Zeynalov. Ötürdü 99 nömrəli oyuncu Kamran Tağıyevə, amma Kamran müdafiəçilərin əhatəsindən çıxa bilmədi. İndi Vüsal Zeynalov. Vüsal Zeynalov. Kamranla mı oynayacaq, yoxsa Sadiqlə mi oynayacaq? Sadiqlə oynadı. Samir Əzimov. İndi 99 nömrəli oyuncu Kamran Tağıyev. Aldılar topu. Tahir Bayramovdan keçə bildi, amma Samir Əzimovdan keçə bilmədi. Füzuli komandasının futbolçusu. İndi 8 nömrəli Sərvan Yamən. Kobudluq göstərildi ona qarşı, amma hakim top üstünlüyündən istifadə etdi, davam dedi. Vüsal Zeynalov ötürməsini etdi Kamran Tağıyevə. Kamrandan gözəl bir pas, Sadiq Zeynalov attı. Və Füzulinin qapıçısı yerindədir. Doğrudan da sürətli oyun izləyirik ikinci mərhələdə. Amma hələ ki qapılara qol vurulmayıb. 8 nömrəli oyuncu Sərvan Yamənli topu outa çıxartdı. İndi Füzuli komandası hücumunu davam etdirə bilərdi, amma müdafiəçilərimiz zərərsizləşdirdi. Samir Əzimov. Samirdən Vüsal Zeynalova. Vüsal topu oyunda saxlaya bildi, amma son anda yenə çıxdı top. İndi outdan topu oyuna Füzuli komandasının futbolçusu daxil eləmişdi. Oyundur. Tahir Bayramov qarşıya doğru bir pas ötürdü. 90 nömrəli Fərid Məmmədova qarşı. Fərid Məmmədov. Fərid Məmmədov zədələndi. Biraz sərt oyun deyə bilərik. Həqiqətən də Füzuli komandasının futbolçusu çox sərt oynadı. Ayağa qalxa biləcəkmi? Fərid Məmmədov zədələnən futbolçudur. Bəli, ayağa qalxdı. Oyunu davam etdirəcək Fərid Məmmədov, 90 nömrəli futbolçumuz. Amma gəlin etiraf edək ki, çox sərt bir müdaxilə idi Füzuli komandasının futbolçusu məhz Fərid Məmmədova qarşı. İndi Tahir Bayramov topu qarşıya atacaq. Tahir 21 nömrəli futbolçu zərərsizləşdirdi onun məhz bu zərbəsini. Vüsal Zeynalov ötürməsini etdi 8 nömrəli oyunçumuz
Sərvan Yamənli. Sadiq Zeynalov hücumu davam elətdirir. Sadiqdən 50 oyun var idi orada. Bəli, 50 oyun var idi. Müdafiəçilərimiz yerindədir. Hilal İmranlı. Qapıçımız Hilal İmranlı. İndi Faiq zədələnir. Ağdam Futbol Klubunun futbolçusu 6 nömrəli Faiq Mahmudov zədələnir hal-hazırda. Əzələsi dartıldı. Faiq Mahmudovun indi qalkiper Hilal İmranlı müdaxilə edir. Növbəti qolun şahidi ola bilərik. Belə getsə, yəni bu hücumlarımız kəsərli olsa növbəti qol həyəcanını yaşaya bilərik. Çünki çox sayılı azarkeş izləyir hal-hazırda məhz bizim oyunu. Qapçımız yerindədir, heç nə yoxdur. 6 nömrəli oyuncu Faiq Mahmudov yenə yıxıldı. Onsuz da güclə ayağa qalxmışdı. 6 nömrəli oyuncumuz Faiq Mahmudov indi. Baş hakim yenə topu Hilal İmranlıya verdi. Hilaldan qarşıya doğru bir zərbə. Fərid Mahmudov top ondadır. Fərid Mahmudov nə edəcək? Pas ötürsə daha yaxşı olar. Topu özündə çox saxlamaq elə də yaxşı deyil. Çünki qarşı tərəfin də güclü futbolçuları var. Hər halda bu da topun itirilməsinə səbəb olur. İndi outdan topu oyna. Füzuli komandasının futbolçusu daxil etdi. İndi onların hücumu başlayır. Amma 8 nömrəli oyuncumuz Sərvan Yamənli doğrudan da çox əzmkar mübarizə aparır bu dəqiqələrdə. Və hücumun qarşısını ala bildi Sərvan Yamənli. 4 nömrəli oyuncumuz Şünasib Edilli indi top oyuna daxil edəcək. Görək pas ötürəcək, yoxsa qarşıya doğru bir zərbə indirəcək. İndi biləcək onu məhz Şünasib Edilli. İndi zədəsi üzbatından maçı davam elətdirə bilmədi Faiq Mahmudov. Onun yerinə məhz Toğrul Hacıyev daxil oldu. Yoldaşlıq oyununda da Toğrul Hacıyev çox inamlı təsir bağışlamışdı. İndi Şünasib Edilli top oyuna daxil edəcək. Hakimin fitini gözləyir. Bəli. İrəliyə doğru bir zərbə. Şünasib Edillidən Vüsal Zeynalov, Sərvan Yamənli, Sadiq Zeynalov, Kamran Tağıyev, Samir Əzimov. Qarşıya doğru ötürdü. Samir Əzimov. Qarşıya doğru bir pas, amma Vüsal Zeynalovdan irəliyə doğru Kamran Tağıyevə bir pas ötürməsi. Oyun davam edir. Kamran Tağıyev 99 nömrəli oyuncumuz orada yerdədir. Vüsal Zeynalov. Altdan top oyuna Füzuli komandası daxil edəcək. 11 nömrəli oyuncuya ötürdü. İndi hücuma keçərkən Sadiq Zeynalov topu aldı. Rəqib komandanın futbolçusundan indi Sərvan imkan vermədi. Tahir Bayramov, Toğrul Hacıyev 2 nömrəli oyuncumuz Toğrul Hacıyev.
Tahir Bayramov, Sərvan itirdi. Füzuli komandası. Top onlardadır. 17 nömrəli oyuncu pasını ötürdü. Torlaciyev və yenə də outdan top oyuna Füzuli komandası daxil edəcək. Var qüvvəsi ilə irəliyə doğru atdı 17 nömrəli futbolçuya. Yenə də onlar outdan top oyuna daxil edəcəklər. İndi mən meydana nəzər yetirirəm. Şamil İsmailovun yerinə daxil olub məhz Vüsal Zeynalov, Faiq Mahmudovun zədələnən futbolçumuzun yerinə isə az öncə Toğrul Hacıyev 2 nömrəli oyuncumuz daxil olub. İndi 4 nömrəli oyuncumuz Şünasi Bedilli topu oyuna daxil edəcək. Qarşıya doğru yəqin ki, güclü zərbə ilə indi. Oyun dayanır orada. Nurlan Quliyev, baş məşqçi Nurlan Quliyev indi yan xətt hakimi ilə məsləhətləşmələr edir. Nə ilə bağlıdır bilmirəm. Yanında səhv etmirəmsə Faiqdir yanında. Yoxsa nömrəsini görsəydim bilərdim hansı oyuncusudur. Rəmzidir bu. Rəmzi. İndi oyuna kimin yerinə daxil olacaq Rəmzi? Rəmzi Cabbarovdur. 11 nömrəli futbolçumuz Rəmzi Cabbarov. İndi hal-hazırda baş məşqçi Nurlan Quliyev məsləhətləşmələr aparır yan xətt hakimi ilə. Amma niyə bu qədər ləngidir? Bəli, Rəmzi Cabbarov 11 nömrəli futbolçumuz meydana daxil olur. Amma kimin yerinə? Kimin? 99 nömrəli oyuncumuz az öncə zədələnən Kamran Tağıyevin yerinə 11 nömrəli oyuncumuz Rəmzi Cabbarov daxil oldu. İndi rəqib komandada da dəyişiklik olacaq. 16 nömrəli oyuncu meydana daxil olacaqdı, amma bu dəyişiklik birazdan baş tutacaq. Hal-hazırda oyun davam edir. İndi Şünasi Bedilli topu qarşıya doğru ötürdü. Qarşıya doğru bir pas ötürməsi, qapıya doğru çox güclü bir zərbə indirdi Füzuli komandasının futbolçusu, amma top qapının sağ cinahından yan keçdi. Azarkeşlər də öz komandasından qələbə gözləyir. Təbii ki, 2-1 əldəyik, amma növbəti qol niyə də olmasın. İkinci hissədə hələ ki qol yoxdur. İndi 90 nömrəli oyuncumuz Fərid Məmmədov sarı kartla cəzalandırılır. Fərid Məmmədov, amma orada elə də sarı kartı ala biləcək bir hərəkət mən görmədim. İndi bilmirəm, yəqin ki, baş həkim daha yaxın idi. Amma zənnimcə sarı kartlıq orada heç nə yox idi. Hər halda 90 nömrəli oyuncumuz Fərid Məmmədov ilk maçda sarı kart alan futbolçu kimi tarixə keçdi. Qarşıya doğru bir top atışı Füzuli komandasından 7 nömrəli oyuncu
qapıdan topu oyuna Hilal İmranlı daxil edəcək, amma o da topu verdi Tahir Bayramova. Tahir Bayramov da 4 nömrəli oyuncumuz Şünasi Bedeliyə verdi. O topu oyuna daxil edəcək. Var qüvvəsi ilə qarşıya doğru atdı. Şünasi Bedeli Füzuli komandasının futbolçusu qarşıladı. Mən oyuna fikir verirəm. Yəni qapıdan atılan bir çox zərbələr, necə deyərlər, ünvansız atılır. Çox hallarda elə Füzuli komandasının futbolçuları qarşılayır topu. Əslində belə olmamalıdır. Bu kimi şeylərə diqqət yetirmək lazımdır. Hər qapıdan atılan top rəqib komandanın qucağına düşsə, doğrudan da çətin anlar yaşayacaq. Yəni buna diqqət yetirmək lazımdır növbəti oyunlarda. Ünvanlı pas atılmalıdır. Paslar ünvanlı olmalıdır. Samir Əzimovdan əzimkar mübarizə, yarım müdafiəçi Samir Əzimov. Bəli. Top çıxdı. İndi komandamız topu oyuna daxil edəcək. Altdan Toğrul Hacıyev. Toğrul Hacıyev ötürdü Sərvan Yamənliyə. Fərid Məmmədov. Fərid Məmmədov Sadiq Zeynalov ötürdü. Sadiq irəliyir və Fərid Mahmudova ötürmüşdü, amma bir-birlərini başa düşmədilər bu anda. Hər iki futbolçumuz topu oyuna daxil edəcək. Qüvvətli zərbə ilə qarşıya doğru Tahir Bayramov. Sadiq Zeynalov. Samir Əzimov. Rəmzi Cabbarov. Rəmzi Cabbarov çata bilmədi topa. 11 nömrəli oyuncumuz Rəmzi Cabbarov alta çıxartdı. İndi Füzuli komandasında əvəz etmə reallaşacaq. 7 nömrəli oyuncu Füzuli komandasında oyundan çıxır. Onun yerinə kim daxil olacaq? İndi orada məsləhətləşmələr gedir. Əslində çox yaxşı sığortaladılar biraz. O səhvi eybi yoxdur. Fərid Mahmudov 4 nömrəli Şünasi Bedilli. Təşəkkürlər. Şünasi Bedilli həqiqətən də yaxşı oyunuyla seçilir. Necə deyirlər, Füzuli komandasının futbolçularına aman vermir. Qapıdan zərbə. Qeyri-dəqiqliyi ilə seçildi. Füzuli komandasının gənc futbolçusu. İndi Tahir Bayramov topu oyuna daxil edəcək. Qüvvətli zərbə ilə Toğrul Hacıyev. Toğrul Hacıyev topu qəbul etdi. Toğrul Hacıyev və itirdi. Altı nömrəli oyuncudan pas, amma bizim futbolçularımıza. İndi Tahir Bayramov uzaqlaşdırdı topu. Çox qüvvətli zərbə ilə Vüsal Zeynalov irəliyə pas ötürdü. İndi Fərid Mahmudov gözlədi ki, top çıxsın. Fərid Mahmudov. Altdan topu oyuna Füzuli komandasının futbolçusu daxil edəcək. Və düzgün ötürə bilmədiyi üçün
topu oyuna daha doğrusu düzgün daxil etmədiyi üçün indi bizim futbolçularımız outdan davam edəcək. 23 nömrəli futbolçumuz Fərid Mahmudov ötürdü pasını. Toğrul Hacıyevə doğru. İndi amma ünvansız ötürmə deyə bilərik buna. Sol cinah boşdur. Məhz bizim indi hal-hazırda, amma Samir Əzimov yerindədir. Sığortaladı Samir Əzimov. Sadiq Zeynalov. Sadiq top itirdi. Füzuli komandasının futbolçusu yerə yıxıldı. 14 nömrəli futbolçusu Sadiq Zeynalov dərhal öz köməyini çatdırdı ona və ayağa qaldırdı. İndi oyun davam edir. Əliyə doğru bir pas ötürdü, amma ünvansız bir pasdır. Komandamız qapıdan topu oyuna daxil edəcək yenə həmişə olduğu kimi. Hal-hazırda keçən dəqiqələr ərzində deyə bilərik ki, birazca sönük oyun gedir. Yəni, birinci hissədəki sürətli oyundan əsər əlamət qalmayıb sanki. İndi Tahir Bayramov topu oyuna daxil etdi. Hal-hazırda yenə də ünvansız bir ötürmə idi. Əslində, ünvanlı pas daha yaxşı olardı. Biraz bax, az öncə də dediyim kimi belə şeylərə diqqət yetirmək lazımdır. Qapıdan atılan paslara, İstər yerdən, istər hündürlükdən atılan paslara diqqət yetirmək lazımdır. Hər dəfədə onlara biz bu topu hədiyyə edə bilmərik. Qapıya doğru bir zərbə indi Füzuli komandasının futbolçusu, yəni qapıçısı yerində idi. Əslində onlar biraz tələsməlidirlər, çünki hesabda geridədirlər. Bəli, Tahir Bayramov topu irəli atacaq. Birbaşa qapıya da vura bilər. Onların qapıçısı birazca gəncdir, bəlkə də ram edə bilməz, amma indi azarkeşlər də promoyu qapıya doğru at deyib. Yəqin ki, mənim səsimi eşitdilər. Tahir Bayramov qapıçı tuta bilməsə də topu ram etməyi bacardı. İndi onların hücumu başlayacaq. Samir Əzimov. Yaxşı davrandı orada Samir Əzimov. Qapıya doğru zərbə, amma çox zəif bir zərbə idi. Hilal İmranlı üçün onu tutmaq elə də çətin olmamalıydı. Elə də oldu. Hilaldan qarşıya doğru qüvvətli bir zərbə. Top oyundadır. Vüsal Zeynalov. Vüsal Zeynalov. Haydi Vüsal. Düzgün pasla qələbəyə doğru. Köməyini əsirgəmə komandamızdan. İndi Samir Əzimov top oyuna daxil edəcək. 3 nömrəli futbolçumuz Samir Əzimov. Birazdan Rauf Mehdiyev oyuna daxil olacaq. İndi oyun davam edir hal-hazırda. Keçmədi. Bəli, 44 nömrəli oyuncu Rauf Mehdiyev artıq oyundadır. Amma kimin yerinə oyuna daxil oldu, onu indi dəqiqləşdirib sizə deyəcəm. Samir'in yerinə daxil oldu. Deyirlər. Samir. Samir Əzimovun, bəli. 3 nömrəli oyuncu, müdafiəçi Samir Əzimovun yerinə daxil oldu. Məhz 44 nömrəli oyuncu Rauf Mehdiyev. İndi Tahir Bayramov topu oyuna daxil edəcək.
Yox, bu Rauf Mehdiyevdir. Topu oyuna daxil edən oyuncu. Gözəl bir pas ötürdü. Rəmzi Cabbarov. Haydi Rəmzi. Haydi Rəmzi. 17 nömrəli oyuncu Vüsal Zeynalov davam edir. Top itirdi. İndi karşı tərəfin hücumu 10 nömrəli oyuncu cərimə meydançasına doğru irəlilədi. Top qapıdan yan keçdi. Çox azacıq. Top qapıdan yan keçdi. Çox təhlükəli bir zərbə idi 10 nömrəli kapitanın atdığı zərbə. Amma yaxşı tutardıq, necə deyərlər. Hesab 2-1'dir. Hörmətli tamaşaçılar. İndi Rauf Mehdiyev topu oyuna daxil edəcək. Sadiq Zeynalov. Gözəl. Fərid Məmmədov. İtirdi topu Fərid Məmmədov. Sadiq Zeynalova doğru davan ötürməsi, amma keçmədi. Füzulinin müdafiəçiləri yerindədir. İndi Tahir Bayramov irəliyə doğru Fərid Məmmədova doğru atmışdı. Amma nəticəsiz qaldı. Füzuli komandası oyuna davam edir. On nömrəli oyuncuya qarşı gözəl bir pas ötürdü. Amma yararlana bilmədi Füzuli komandasının kapitanı 10 nömrəli oyuncu. Hesabı bərabərləşdirə bilərdi. Füzuli komandası cərimə zərbəsini yerinə yetirəcək. Qapıya doğru atılsa çox təhlükəli ola bilər. Biraz diqqətli olmalıdır. Məhz futbolçularımız 10 nömrəli oyuncu Füzuli komandasının kapitanı topu oyuna daxil etdi. Amma birbaşa qapıya top qapının üstündən keçdi. Hal-hazırda 2-1 hesabı ilə ilk qələbəsini qazanmağa çox yaxındır Ağdam Futbol Klubu. İndi Tahir Bayramov topu oyuna daxil edəcək. Var qüvvəsi ilə irəliyə doğru bir top idi bu. Sadiq Zeynalov. Sadiqdən gözəl hərəkətlər. Torlu Hacıyevə ötürsə təhlükəli ola bilərdi. 17 nömrəli oyuncu Vüsal Zeynalov davam edir. Hücumu davam elətdirir, amma itirdi topu. Vüsal Zeynalov. İndi Sadiq Zeynalov burada yerə yıxıldı, amma ondan öncə Füzuli komandasının futbolçusu artıq yerdə idi. On nömrəli Sadiq Zeynalov indi ayağa qalxır. Fərid Məmmədovdan inamlı mübarizə hal-hazırda. İndi 4 nömrəli Şünasi Bedirli topu oyuna daxil edəcək. İrəliyə doğru var qüvvəsi ilə Rəmzi Cabbarova qarşı pas ötürdü. Amma müdafiəçi imkan vermədi. Füzuli komandasının
İndi 90 nömrəli Fərid Məmmədov zədələnib. Amma ayağa qalxdı Fərid Məmmədov. Oyuna 5 dəqiqə əlavə edildi. Bəli. Vaxt necə keçdi doğrudan da bilmədik. Mən elə bilirdim hələ oyunun sonuna var, amma oyun artıq yekunlaşıb. İkinci mərhələnin əsas vaxtına 5 dəqiqə əlavə olundu. İndi Füzuli komandası 91 nömrəli oyuncu meydandan çıxdı. İndi 14 nömrəli oyuncu outdan topu oyuna daxil edəcək. Teşekkürler. Vüsal Zeynalov. Nəticə belə bitsə, Ağdam Futbol Klubu Həvəskar Liqanın E qrupunda ilk rəsmi qələbəsini qazanmış olacaq. Rauf Mehdiyev. Halal olsun Rauf. Topu oyundan, cərmə meydançasından daha doğrusu uzaqlaşdırmaq lazım idi. Bunu da etdi Rauf Mehdiyev. İndi Fərid Məmmədov israrla top oyundadır desə də, xətti keçməyib desə də, hakimlər belə fikirləşmədi. Bəli, dərhal başladı Sadiq Zeynalov. Ötürməsini etdi, amma top ünvana çatmadı Vüsal Zeynalov. Hal-hazırda Fərid Məmmədov indi topu oyunda saxladı. Bitti. Bəli, hesab 2-1 Ağdam Futbol Klubu E qrupunda ilk rəsmi maçında ilk qələbəsini qazandı. Təbriklər Ağdam Futbol Klubu. Növbəti oyunumuz 25-26 aprel tarixində məhz Ağcabədi klubuna qarşı keçiriləcək. Məhz bu meydanda hər birinizi yenidən dəvət edirik stadionumuza. Azarkeşsiz qoymamaq lazımdır Ağdam Futbol Klubunu. Və siz azarkeşlərin dəstəyi ilə biz 2-1 parlaq qələbəmizi qazandıq. Mən bloger Orxan Şirinli oyunu sizə şərh etdim. Show TV ekranlarında növbəti maçlarda görüşənədək özünüzdə müğayət olun. Sağ olun, salamat qalın.